Hormonal terapiyanın yan təsirləri varmı? Bildiyiniz kimi biz endokrinoloqlar daima hormonal terapiya ilə müəyyən xəstəliklərdə məşğul olmaq məcburiyyətində qalırıq. Misal üçün, qalxanvari vəzin xəstəliklərində təyin olunan ən çox geniş yayılmış müəyyən bir fəsadlarında, xəstəliklərində istifadə olunan L-traksin preparatı. Hormon preparatıdır, amma orqanizmə heç bir mənfi təsiri yoxdur. Yəni orqanizmdə xəstələr dərhal sual verir ki, doktor, uzun müddət bunu içəndə qaraciyərimizdə bir problem olarmı, olmazmı? Heç bir yan təsiri yoxdur. Sadəcə dərman müalicəsi təyin olunduqda həkimin dediyi qaydalara uyğun olaraq dərman istifadə olunmalıdır. Və yaxud da şəkərli diabet xəstələrində insulin çatışmazlığı müşahidə olunan birinci tip şəkərli diabetlərdə biz insulin təyin etmək məcburiyyətindəyik. Vaxtında normal təyin olmuş vahid olaraq insulin təyini də heç bir mənfi təsirə gətirib çıxartmır. Tam tərsi orqanizmi müxtəlif bəlalarından, şəkərli diabetin ağırlaşmalarından hifz edir. Diqqətinizə çatdırmaq istəyirəm ki, hormon preparatlarının yan təsirləri demək olar ki, olduqca azdır və o yan təsirləri yaradan isə fərdi insanlar, orqanizmlərdir ki, vaxtında dərman preparatı qəbul olunmalıdır, həkim təyinatına uyğun qida qəbulu yaranmalıdır, yəni necə təyin olunubsa, o şəkildə də istifadə olunmalıdır. Əks təqdirdə, bəli, müxtəlif ağırlaşmalar, fəsadlar ola bilər. Orqanizmin individual həssaslığından asılı olaraq. Amma hamısını normal şəkildə qəbul etsəniz, heç bir yan təsirlər müşahidə olunmur.